Salam əziz müəllimlər, xoş gördük sizi. Mən Kurikulum Hazırlıq Mərkəzinin rəhbəri və təlimçisi Ətəkər Rəsulova. Bu gün sizə sınaq izahımızı vermək istəyirəm. Qeyd edim ki, bizim bu sınağımız mənim özüm müdavilərimə atdığım və özümün hazırladığım sınaqlardan ibarətdir. Həmçində burada ARTI sualları da var və bu sınağım iş üsullarına qədər keçəndə artıq iş üsullarına başlamamış ümumi bir sınaq göndərirəm. Onunla bağlı sınaqda qeyd edirəm ki, öz suallarım da var və həmçinin ARTI-nin də müəyyən sualları var. Ona görə elə suallar ola bilər ki, siz həmin suallara Peki də bunları əvvəlcə hardasa və yaxud da ART-nin izah videolarında görmüsünüz. Mənim də izahımda görə bilərsiniz. Başlayıram. Deyir, differensial təlimə aid olmayan fikirləri müəyyənləşdirin. Differensial təlim bizdə şagirdlərin fərdi xüsusiyyətlərini nəzərə almaq. Yəni mən burada şagirdin fərdi olaraq hazırlıqsa qabiliyyətini, şagirdin istəyini, şagirdin öyrənmə tərzini mən bunları nəzərə alıram burada. Birincisi deyir ki, aid olmayanlara istəyir. Mən burada aid olanlara plus qoyacağam, aid olmayanlara minus qoyacağım. Deyir ki, müəllimin mövzunu müxtəlif üsullara çatdırması. Bəli, bu differensial təlimə aiddir. Müəllim mövzunu şagirdlərə müxtəlif üsullara çatdırmalıdır. Bir düzgündür. Bu təlim şagirdlərin sırf yaradıcı düşünmə qabiliyyətini formalaşdırır. Sırf həmişə, ancaq, daima, hər zaman sözü mənim ikinci qızıl qaydama aiddir kurikulumda. Deyim, yazdırmışam ki, davamlara PDF formasında atmışam ki, yanlışdır. Kurikulumda mütləq deyə bir şey yoxdur. Bu cümləni harda gördüsə, bir o cümlə avtomatik yanlışdır. Üçüncü, müəllimin qiymətləndirmə zamanı şagirdlərə fərdi yanaşması düzgündür, differensiallığa aiddir. Müəllimin bütün sinifə eyni tapşırıq verməsi. Xeyr, müəllim bütün sinifə eyni tapşırıq verə bilməz. Çünki bu sinifdə əlaçı da var, yaxşı oxuyan da var, orta oxuyan da var. Bu da mənim qızıl qaydama aiddir. İkinci dərsin PDF-ində vermişəm. Deyirəm ki, müəllim bütün şagirdlərə eyni tapşırıq verirsə, bu zaman şagirdlərə düşünmə vaxtı verməlidir. Amma müəllim normalda bütün şagirdlərə eyni tapşırıq verməsi düzgün deyil. Çünki elə bilin ki, mən bir sinifdə 600 ballıq uşaq da var, 150 ballıq da uşaq var. Mən bu sizdə sual verirəm, hansı ki, ən asan sualdır. Bu sual artıq 600 plus yığan uşaq üçün haqsızlıq deyilmi? Və yaxud da çətin sual verirəm. Artıq bu sualda 150 bal yığan uşaq üçün haqsızlıqdır. Ona görə hər uşağa eyni özünün səviyyəsində sual vermək lazımdır. Məsələn, biz müdavilərə sual verdiyimiz zaman mən sizə nə edirəm? Mən kimya kimya sualı, tarixə tarix sualı ki, öz fənninə yoğun sual versin. Tarixçi nəyə lazımdır kimya sualı? Ona görə, bəli, yəni bu yanlışdır. Bütün sinifə eyni tapşırıq vermək olmaz. Şagirdlər arasında eyni şəfinin rəqabətin formalaşması. İkinci dərsimin yenə qızıl qaydamızın ən birincisidir. Rəqabət kurikulumda yaxşısı da, pisi də, ağırdan da ləhət, qalasına ləhət demişəm həmişə müdavilərimə. Yanlışdır. Rəqabət gördüsə, qabağından xətt çək, üstündən xətt çək. Təlim prosesində heterogen qrupların yaradılması. Bizdə iki cür qrup var. Homogen qrup budur ki, homogen qrupda ancaq əlaçı, ancaq yaxşı oxuyan, ancaq tutaq ki, orta oxuyanlar yığılır və bu qrupun olması normaldır. Heterogen qrup da ola bilər. Heterogen qrup isə həm əlaçı var, həm orta oxuyan var, həm yaxşı oxuyan var. Yenə burada birində ipucu var, o olsun. Heterogen qrup quranda elə bil ki, A qrupu, B qrupu, C qrupudur. Yenə A qrupunda hamısı A qrupunda əlaçı da var, orta oxuyan da var, zəif oxuyan da var. B qrupunda da əlaçı da var, orta oxuyan da var, zəif oxuyan da var. C qrupu da elə. Belə olanda mən bütün qrupa eyni işi verə bilirəm. A qrupuna da eyni iş, B qrupuna da eyni iş, C qrupuna da eyni iş. Amma homogen qrup olanda mən bu zaman tutaq ki, A qrupunda ancaq zəiflərdir, B qrupunda orta oxuyanlardır, C qrupunda əlaçılardır. Artıq mən burada hər üç qrupa eyni işi verə bilmirəm. A qrupu zəiflər qrupu idi axı. Onlara zəif sual. B qrupuna orta, ancaq o səviyyələrində sual. C qrupunda ancaq o səviyyələrində sual. Amma kurikulumda bəli dəyişkən qrupların yaradılması differensial təlimə aiddir. Bu təlim də şagirdlərin fiziki hazırlığına əsaslanır. Fiziki hazırlığa əsaslanan bizdə inklüziv təlim idi ki, biz burada şagirdin fiziki sağlamlığı nəzərə alırdıq. O inklüziv təlim idi. Differensial təlim deyildi. Ona görə yanlışdır. 8. Tədrisin effektiv qurulması aiddir. Səmərəli öyrənmə aiddir. Müəllimin təlim zamanı bir metoddan istifadə eləməsi olmaz. Müəllim təlim zamanı fərqli-fərqli metodlardan istifadə eləməlidir. Yanlışdır. Onda bunlar ikisi düzgün idi. 11-də bu təlimin homogen sinif mühiti deyir. Bax, qrup demir. Qrup desə hər düzgün olardı. Deyir, homogen sinif mühitində qurulması. Elə bil ki, bir dənə sinif mühitidir. Mən bir dənə sinif mühitidir. Qrup içi quranda elə bil ki, sanki mən burada. Bax, bu yəni bizdə homogen qrup demir ha. Deyir, homogen sinif mühiti. Yəni mən elə bir qrup içi quranda ABC qrupudursa, həmişə A qrupuna eyni uşağı salıram, B qrupuna eyni uşağı salıram, C qrupuna eyni uşağı salıram. Axı daima mən uşaqları dəyişməliyəm qruplarda. Bax, bu burası zəif səhvdir. Ona görə 11 bizə zəif səhvdir. Səhvləri götürürük indi. 2, 4, 5, 7, 10, 11, 2, 4, 5, 7, 10, 11. Bunlar bizim cavabımızda olmalıdır və cavabımızda baxan kimi görürük ki, olacaq bizim burada A bəndi. Baxalım növbəti istəyəcək sualımıza. Burada qeyd olunur ki, deyir ki, 4-cü sinifdə oxuyan Arifin yeməyinin bir neçə şagird məcburi formada əlindən alır və uşağa lağ eləyərək yerə atılır. Hadisə dəfələrlə təkrarlandığı üçün Arif məktəbə gəlmək istəmir.
Bax, bu bizim bəzən belə sual qoyulan zaman deyirlər ki, bu sual heç yerdə yoxdur. Məni ən əsəbləşdirən sualın növlərindən biridir. Müdavimlər bilir. Və bu sual necə heç yerdə yoxdur deyə bilərik. Bu sual bizim bullying dərsimizdə olan suallarımızdan biridir. Baxın indi sualımıza. Demək deyir ki, uşağın yeməyini əlindən alırlar. Şagird buna görə məktəbə gəlmək istəmir. Görə indi nə baş versin? Müəllim bunu izah eləməlidir. Şagirdi valideynlərini çağırıb onları danlamaq şagirdlərin və daha sonra bir daha belə halların təkrarlanmaması üçün onları psixoloqa yönləndirmək lazımdır. Bilirsiniz ki, demişəm ki, nə olursa olsun biz şagirdləri alçatmırıq heç kimin yanında. İlk dəfədən də valideynə xəbər vermirik. Mən uşaqlarla özüm danışıram, çünki mən özüm də bir pedaqoqam, mən özüm yaxşı müəlliməm. Əgər mən bunu ayardan qaldıra bilsəm, qaldıracağam. Amma görsəm ki, bu hal bir də təkrarlanıbdır. Bəli, artıq o halda mən şagirdləri psixoloqa yönləndirə və valideynə xəbər verə bilərəm. Amma ilk dəfədən olmaz. Ona görə A-mız yanlış idi. B-də hadisəyə qarışmamaq, birbaşa psixoloqa yönləndirmək. Elə bayaq mən bunun cavabını dedim, yanlışdı gördünüz ki. D bəddinə baxaq. Belə hallar yaşanmasın deyə yeməyə dil icazə verməmək yanlışdır. Y bəddində bu barədə valideynlərə məlumat vermək, iclas keçirtmək, valideynlərlə birlikdə həll eləmək yanlışdır. Müəllim özü yaxşı müəllim deyil ki, bunu əl atıb, olmaz. Amma baxın C bəndinə, dərhal müdaxilə etmək, bullyingin qarşısını almaq, o şagirdlərlə söhbət eləyib, problemi həll eləmək və məsələni bir müddət nəzarətdə saxlamaq. Bəli, ən düzgün cavabımız bizim C bəndidir. Növbəti sualımıza baxaq sizdən. Bu sualda deyilir ki, bir müəllim müşahidə edir ki, sinifdə iki şagird arasında gizli rəqabət var və qrup işlərində gərginliyə səbəb olur. Ancaq münaqişə yox, açıq münaqişə yoxdur. Lakin dolayı savaşmalar və laqeydlik hiss olunur. Bu vəziyyətdə müəllimin atdığı ən düzgün addım hansıdır? Mən demişəm ki, bizdə rəqabət varsa, bilin ki, o şagirdlər arasında mütləq dərəcədə bullying də olacaqdır. Yəni bullying ancaq bilirsiniz ki, şiddətli olmur da. Bu sözü də ola bilərdi, bir mimika ilə də ola bilərdi. Yəni rəqabət varsa deyir ki, mütləq ki, orada bullying də var, düzgün əməkdaşlıq yoxdur. Bax, ona görə rəqabət deyil, bizdə olmaz. Yadınızda qalsın, kurikulumda sağlam psixologiyada ya şagird yetişdirmək ön plandadır. Yəni kurikulum deyir ki, mənə 700 bal yığan, rəqabətdə olan bullying edən uşaqlar yox, mənə 150 bal yığan, amma normal əməkdaşlıq olan uşaqlar lazımdır. Demək sizə bunu öz dilimdən deyirəm. Təbii ki, tam açıq tərifi bunu vermir, amma mənası tam buna gəlib çıxır. A bədənə baxağın deyir ki, Şunu böyütməmək üçün müdaxilə etməlidir. Yadınızda qalsın. Bu da qızılı qaydamızın, 5 qızılı qaydamızın üçüncüsüdür. Ümumiyyətlə 5 qızılı qayda demək olar ki, kurikulumun stress yoğun suallarının 60%-ni, 70% eləmək üçün yəni əlverişlidir. Hələ ki 5 dənəsi. Qalan digərləri də ki 100%-ni eləmək üçün daha əlverişlidir. A bəndə ona görə yanlışdır. Çünki müəllim bullying hallarını da yazdırmışam. 5 qızılı qaydanın yazıb işarə içərisində biri belədir ki, müəllim bullying hallarını nə olursa olsun görməzdən gəlməli deyil. Əziz müdafiələrim, bir nə xatırlayın, düşəcək yadınıza. Ona görə yanlışdır. Şagirdləri ayrı qruplara salaraq bir-birindən uzaq tutmalıdırlar. Bu zaman daha bir ədalətli ortam yaranacaq. Biz bu uşaqları ayrı qrupa salsaq da, axı bunlar dərs vaxtında, tənəffüs vaxtında bir-birini görəcəklər. Bəlkə o biri müəllimin dərsində bunlar yenə eyni qrupda olacaqlar. 11 il bir yerdə olmalıdırlar. Ən az lap 5 il qalıb, bilmirəm, indi 4 il qalıb, fərqi yoxdur da, sual gərək demişik. Amma olmaz. Bunun düzgün yolu bu deyil. C bəndi. Həmin şagirdlərlə fərdi söhbətlər aparılmalı. Belə bir halın təkrarlandığı zaman onları valideyninin məktəbə çağırılacağını bildirməlidir. C bəndimiz hər iki qalsın. D bəndində. Hər iki şagird də sinif qarşısında xəbərdar etməlidir ki, digər şagirdlər də eyni problem yaranmasın. Və də şagirdlərin hamının içərisində siz rəqabətdəsiniz, sizə bunu həll eləməliyik desək, artıq uşaqlar özləri də bunun fərqində olacaqlar və onlar da bu əvvəl bəlkə özləri hiss etmirdilər, amma indi özləri də bunu daha açıq-aşkar hiss edəcəklər və daha da bu arta bilər. Həm də niyə bunu gizliliyib pozaq hal bilsin ki? Ona görə D bəndi də yanlışdır. Qrup qaydalarını yenidən xatırladaraq əməkdaşlıq və qarşılıqlı hörmətə yönəlmiş fəaliyyətlər təşkil etmək. Baxaq, bax burada qəmik suallarımız kimi həm C, həm də ki, Y bəndi bizim özünüz görürsünüz ki, uyğun olan cavablarımıza oxşuyur. İndi baxmalıyıq ki, görürsən bizim ən düzgün cavabımız hansıdır? C bəndimi, Y bəndimi? Bax, burada müəllim şagirdlərə sizcə desək ki, şagirdlərə sizin, yəni mən valideyniniz çağıracağım, bir də belə bir hal olsa, yenə bu o şagirdlərə fərdi danışan zaman bu demək olmaz. Bax, bunun bir bəndin başlığı yaxşıdır. Fərdi danışıram. Amma mən uşaqla fərdi danışanda şagirdə deyirəm ki, bir də olsa valideyn çağıracağam. Yenə deyirəm, bəlkə uşaqlar özləri bunun fərqində deyil. Amma biz şagirdlərə bunu daha da aşıladığımız zaman özləri də bunu artıq aşkar hiss edəcəklər və bunu şagirdlər daha da qabarda bilər. Çünki deyir ki, insana bir şey olmaz deyə bir qanundur. Qanunları pozmağa daha da cəhd etməyə təşəbbüs göstərir. Çünki onun özündən asılı olmur. Şuuraltı bir şeydir. Ona görə C bəndimiz düzgün deyil. Y bəndimizdə isə
Cevabınız düzgündür. Deyə bilərsiniz ki, müəllim, yer bəndi sizcə tamam deyil. Yer bəndi bəli daha geniş ola bilərdi. Amma neyinə yeni sual belə salınıb? İndi yer bəndi çox geniş deyil deyə biz deyək bu cavabımız səhvdir. Özünüz A, B, C deyə baxanda görürsünüz ki, ən etibarlı cavabımız yer bəndidir. Deyir qrup əlifbi biz uşaqlara bildiririk ki, qrup qaydalarını xatırladırıq. Baxın biz demirik ya ki, siz rəqabəti pozmusunuz, sizdə belədir. Yox. Biz şagirdlərə sadəcə bax deyir ki, gizli rəqabət var. Yəni uşaqlar özləri belə bunu hiss eləmirlər də. Ona görə mən bunları sadəcə xatırladıram ki, əməkdaşlığınıza, ünsiyyətinizə, hörmətinizə bir-birinizə fikir verin. Mən demirəm ki, siz bir də bilirсiniz deyəcəm valideynə rəqabət var. Yox, mən şagirdlərə xəbərdarlıq etmirəm, onları incitmirəm. Sadəcə bildirirəm ki, siz əməkdaşlıq və ünsiyyətdə daha da diqqətli olmalısınız. Ən düzgün cavabımız budur. Növbəti sualımızda deyir ki, Aliyə 5-ci sinifdə oxuyur və hər gün tapşırıqlarını yerinə yetirmədən məktəbə gedir. Bax, yenə deyirəm, bütün suallarımız bizim stressə yoğun suallarımızdır və müəllimlərimiz bu sualları işləyəndə diqqətlə oxuyaraq işləyin. Çünki hər biri düzdür, hələ ki bu MİQ-in 2-ci səviyyəsinə yoğundur. Tam MİQ-lik də deyil. Amma MİQ-in bir üstündə 5 dənə sualı bu formada olur. Hətta bundan daha çətin də ola bilər. Mən həmişə deyirəm ki, özümüzü aldatmayaq. Asan sualı heç vaxt qaçmayın. Bu tip suallar bəzən atıram. Deyirsiniz ki, mənim sualı oxumağa belə yoruluruq. Olmaz. Sualları diqqətlə oxuyursunuz. Baxıram, ailəm 5-ci sinifdə oxuyur, hər gün ev tapşırığını eləmədən məktəbə gedir. Aynur müəllim soruşanda, Aynur müəllim Aydan soruşanda hər dəfə bəhanə uydurur. Səhiyyə və problem həlləmə bacarığı olan müəllim bu problemi necə həll etməlidir? Baxın, şagird dərsi oxumur, müəllim soruşanda deyir ki, müəllimə bəhanə uydururmuş şagird. Görək müəllim bunu necə həll etsin? Ay bəndə. Daha çox şagird uşağa tapşırıq verir və onda məsuliyyət formalaşdırmalıdır, yanlışdır. Mən bu uşağı daha da yoraram. Olmaz. Çünki oxusa onsuz asan oxuyar da, düzdürmü? Daha çox veririk, mən bu uşaq yora bilərəm. Daha da onu mən dərsdən belə pisikdirə bilərəm. B bəndində. Ona yalnız sinif tapşırıqları verməli, şagirdin rahatlığı və bəhanə gətirməməsi üçün ev tapşırıqlarından müəyyən müddət onu azad eləmək lazımdır. Yanlışdır. Mən şagirdə ancaq tapşırığı sinifdə verim, deyim evdə eləmə. Artıq bu uşaqda yenə artıq demək olar ki, bütün fənlərdən bunu istəyəcək də bu uşaq. Ki ancaq evdə gedim mən rahat olum. Yanlışdır. Çünki şagirdlər özü evdə araşdırmalı, bir şey eləməli, bir şey ortaya qoymalıdır. B bəndə də yanlışdır. C bəndində qoy baxaq deyə əvvəlcə. Valideyn danışmalısan. Baxın, elə mən heç bu davamlı oxumuram. Mən özüm yaxşı müəllim deyiləm ki, mən bunu aradan qaldıra bilmirəm ki, mən uşağı valideynini çağırmışam. Valideyn danır, övladını tərk eləməyi tapşır, onu övladında məsuliyyət formalaşdırması üçün müəyyən tövsiyələr verir. Müəllim etmədiyini valideyn mi eləyəcək? Yanlışdır. Niyə bəndində şagirdi psixoloqa cəlb eləməli və ona bu problemin həlli, bu problemin deyir, həllini ona həvalə eləmək lazımdır. Mən özüm bacarmadığım bir şeyi psixoloqa yönəldirəm. Əgər özü bacarmasa, cəhd etsə, olmasa, ondan sonra həll etmək olar. Amma sevbəndə baxın, şagirdliklə birlikdə məsuliyyətlə bağlı qaydalar tərtib etməli, bir müddət nəzarətdə saxlamalı, əmr etmədiyi təqdirdə dərsdən sonra saxlayıb özünü refleksiya prosesinə cəlb etməlidir. Aydındır, bəli, uşaqda mən ikimiz birlikdə qayda tərtib edirik şagirddən, o uşağı mən nəzarətdə saxlayıram, şagirdi mən dərsdən sonra saxlayıram, onu özünə refleks eləməyə yönəldirəm ki, bir sən özünə kənardan bax gör nə qədər irəliləyişin var sən bu tapşırıq etdiyi zaman. Aydındır, bəli, uşaqdan bağlı müəllim özü ciddi bir tədbir görməlidir. Amma bu onu sıxmadan, bu ona zərər vermədən, bu onu yormadan olmalıdır. Cavabımız C bəndidir. Növbəti sualımıza baxaq. Deyir ki, mətn üzərində işləmə zamanı müəllim müşahidə edir ki, bəzi şagirdlər fikirləri şifahi ifadə edə bilmirlər. Lakin yazılı tapşırıqları düzgün yerinə yetirirlər. Var belə uşaqlarımız. Bilirsiniz ki, bunlar deməli şagirdlər neynir? Bunlar şifahi danışa bilmirlər, amma yazı da bilirlər. Məsələn, biz fərdi sual cavab etdiyimiz zaman da çox gəlir bizə belə bir şey ki, müəllim məndən sən bu dərsi soruşma, mən yaza bilirəm, mən test edə bilirəm, amma mən şifahi deyə bilmirəm. Deyir, müzakirə zamanı eyni 2-3 şagird, amma indi müzakirə var. Bir müzakirə zamanı eyni ancaq 2-3 şagird danışır, digərləri isə səssiz qalır. Bax, qrup şudur. Uşaq 2 uşaq danışmır. Deyir, mən yazmağa üstünlük verirəm, danışmır. Müəllim anlayır ki, bu vəziyyət sinifdə özünə inan və təhlükəsiz bir mühitlə bağlıdır. Görəyin indi müəllim burada nə etməlidir? Təbii ki, müəllim burada şagirdlərdən görək hansı addım atsın ki, ən düzgündür. Düzgün addım olsun. Müəllim şifahi müzakirələri ləğv edib yalnız yazılı tapşırıqlara davam eləməlidir. Yanlışdır axı. Mən şifahi ləğv edeyim ki, olmasın, olmaz. İnsan axı nitqi də formalaşmalıdır. B bəndində susqun şagirdləri ardıcıl şəkildə cavab verməyə məcbur etməlidir. Məcburiyyət olmaz. Yanlışdır. C. Kiçik qruplarla və ya siniflə iş təşkil edərkən əqli hücumdan istifadə eləməlidir.
qalsın. D bəndi aktiv şagirdlərin fikirlərini daha çox dinləməlidir. Y bəndi valideynlərə müraciət edərək problemi evdə həll etmək istəməlidir. Yanlışdır. Düzgün cavabımız C bəndidir. Yəni mən şagirdlərə Əqləcəm bizdə budur ki, beyin həvəsi edib biz buna. Yaradıcı bir sual verirəm. Və burada mən sual verdiyim zaman şagirdlər hamısı cavab verir. Elə bir ki, uşağın biri sanki dəxlisiz, mənasız bir cavab verirdi. Mən yenə bu uşağın cavabını götürürəm ki, yaxşı, hani hamının cavabını götürürəm. Heç kimə demirəm ki, sən cavabın səhv, sən cavabın düzdür. Deyir belə olduğu təqdirdə şagirdlər də özünə ilə formalaşır. Keçən ilki bizim bir gün qəbul suallarımızdan biridir. Hansı iş sulu şagirdlər də özünə ilə formalaşdırırdı və uşaq artıq danışmaq istəyirdi özü. Əqli hücumdur. Çünki şagird müəllim uşağı həvəsləndirir. Amma müəllim ona demir ki, mən səni həvəsləndirirəm. Sadəcə uşaq fikrini deyir. Müəllim onun fikrinə heç bir müdaxilə etmir. Artıq uşaq özünə inanır ki, müəllim mən deyəni qəbul elədi. Mən də bu sinfin bir parçasıyam. Mən də sözümü deyə bilərəm. Bəli, şagird artıq öz iradəsi ideyasını müəllimə bildirə bilir. Öz fikrini belə-belə yavaş-yavaş inkişaf etdirir. Ona görə düzgün cavabımız olacaqdır C bəndi. Baxalım növbəti sualımıza. Hansı iş üsulunun istifadə zamanı şagirdlərdən xüsusi nəticələrə gəlmək aktivləşməyə baş verir? Bizdə xüsusi gəlmək bilirsiniz ki, deduksiya sayılır. Aktivləşmək də həmçinin də ki, elə deduksiya, yəni klaster iş üsulunun özəyidir. Düzdür, sualımız iş üsuluna qədər ikidir. Amma yəqin ki, bu sualı bəlkə də səhv edib salmışam. Eyb yox, olsun. Cevabımız ne oldu burada? Cluster'de. Cluster'de hem deduksiya var, hem bilgileri aktifləşdirmək var. Deduksiya ne oldu? Ümumidən xüsusiyə gəlmək. Cevabımız olacaq cluster. Baxalım növbəti sualımıza. Bir müəllim müzakirəyə əsaslanan təlim metodlarını dərsdə tətbiq etdikdə bəzi şagirdlərin bu prosesdə pasiv olmasıyla qarşılaşır. Demək, müəllim görür ki, bəzi şagirdlər müzakirə ilə bağlı olan iş üsullarını tətbiq etdiyimiz zaman qısa pasiv olurlar. İndi bir dənə özünüz fikirləşin, sualı dinlədiksə ki, müzakirəyə əsaslanan iş üsulumuz hansıydı? Refleksiyaya aid olanlar hansıydı? Strategiyaya aid olanlar hansıydı? Biriniz xatırlayın. Görək bunları doğrudan bilirsinizmi? İndi müəllim deyir dərsi müzakirəyə aid olan iş üsulundan keçdikdə nə baş verir şagirdlərdə? Sanki biraz passivlik olur. Və görə indi müəllim buna nə eləsin? Deyir o müşahidədən sonra müəllim gör nə edib? Müəllim başlayır dərsi mühazirə üsulundan keçməyə. Müəllimin bu qərarı fərdi öyrənmə ehtiyacları və fəal təlim prinsipləri baxımından necə dəyərləndirməlidir? Yaxşı, indi mən hələ ki sualları oxumuram, xəbərimiz yoxdur və hələ ki mən sizə bu sualın öz dilindən cavab verirəm. Müəllim görür ki, uşaqlar müzakirəyə qoşulmaq istəmir. Müəllim artıq bunu göstərir, keçir. Belə deyim də, müsahibə üsulu. Müsahibə nə idi? Unutdum. Mühazirə üsulundan. Görün nə qədər yanlışdır. Bəs bu uşaqlarda nə vaxt müzakirə, nə vaxt əməkdaşlıq olacaqdı? Bəs şagirdlər nə vaxt özlərini ifadə edəcəklər? Ona görə axı yanlışımızdır bu addımımız. Amma yenə də gəlin baxaq. Deyir ki, A bəndində məqbul sayılır. Çünki müəllim sinifdə səmərəli təlim mühiti yaratmaqla yanaşı şagirdlərin fərdi təlim ehtiyaclarını nəzərə almağa çalışır. Məqbul sayılır. Xeyr, heç bir halda bu hal düzgün deyil. Aydındır, müəllim şagirdlərin güya ki, indi ehtiyacını nəzərə alır. Olmaz. Müəllim sinifdə mütləq müzakirə etdirməlidir. Şagirdləri müzakirəyə məcburi amma sövq eləməlidir. Onları ona cəlb eləməlidir. Beybəndi doğru deyil. Çünki şagirdlərin passivliyinin səbəblərini dərindən təhlil etməli və dəstək strategiyalar hazırladıqdan sonra müəllim mühazirə metoduna keçə bilərdi. Niyə? Müəllim uşağa dəstək olsun. Sonra yenə qədər müsahibəyə keçsin, mühazirəyə keçsin. Olmaz da axı. Mən uşağın müzakirəyə niyə qoşulmadığını anladım. Deyirəm ki, hə, indi keçək mühazirəyə. Olmaz, yanlışdır. C bəndində. Qismən əsaslandırıla bilər. Çünki bəzi şagirdlər mühazirə üsulu ilə daha effektiv öyrənə bilər, ötürülə bilər. Yanlışdır. Əvvəl desəydik ki, əvvəldən dərsi gah mühazirə ilə keçir, gah müzakirə ilə keçir. Deyərik, hə, düzgündür. Amma C bəndimiz yanlışdır. Haqqıdır. Elə D bəndi buradan getdi. Çünki metodun dərhal nəticə verməməsi onun effektsizliyinin göstəricisidir. Getdi, yanlışdır. Y bəndə baxaq. Yanlışdır. Çünki mühazirə şagirdlərin fəal iştirak imkanını azaldır və tənqidi düşünmə imkanını məhdudlaşdırır. Bəli, bacarığını məhdudlaşdırır. Bəli. Çünki mühazirə bizim keçmiş ənənəvi sistemə aiddir. Orada müəllim şagirdə ancaq müəllim danışır, uşaq pasiv qalır, interaktiv təlim olmur. Ona görə cavabımız olacaqdır Y bəndi. Növbəti sualı. Müəllim şagirdlərə baxdıqları videodan əsas fikirləri qeyd etməyi tapşırır. Müəllim uşağa deyir ki, videoya bax, orada mənə əsas fikirləri qeyd elə.
Uşaqlara deyir ki, videoya baxın, oradan əsas fikirləri qeyd edin. Prosesdə başlamamışdan əvvəl şagirdlərə deyilir ki, sonradan qeydlər əsasında müzakirə aparılacaqdır. Bu səbəbdən arqumentlərdən, yəni sübutlardan istifadə edə biləcəkləri məlumatları qeyd etsinlər. Müəllim uşaqlara deyir ki, videodan əsas fikirləri qeyd edin. Hətta deyir ki, öz sübutlarınızı, arqumentlərinizi yazın, çünki müzakirə olacaq. Deyir, müəllimin məqsədi haqqında deyilənlərdən hansılar yanlışdır. Danışaqlarıq. Müəllim şagirdlərdən yalnız, dediyim kimi, birinci qızıl qaydamız idi. Yalnız, həmişə, hər zaman sözünə harda görünürsə bil ki, yanlışdır. 18% yanlışdır. Yalnız deyir müəllim uşağın qeyd götürməsini formalaşdırır. Xeyr, müəllim şagirdin tənqidi düşüncəsini, danışığını, dəyərləndirilməsini, öz fikrini ifadə etməsini, bunu formalaşdırmaq da istəyir axı. Ancaq qeyd almaq demək deyil. Bir getdi. Yəni, bir burada aiddir, yanlışdır elə. Bir cavabımız da olacaqdır. Yanlışa çıxaq qoyuram. 2-də müəllim şagirdlərdən fəal dinləmə bacarığını formalaşdırır, çünki bu bacarıq olmazsa qeydlər səmərəli olmaz. Bu da yenə yanlış söz olsaydı yanlış idi. Müəllim burada uşaqda həm dinləməni, həm qeyd almanı və yaxud dediyim kimi həm əsaslandırmanı, həm fikir bildirməsini, həm tənqid təfəkkürü formalaşdırırdı. İkimiz düzgündür, çünki uşaqda dinləmə olacaqdı. Müəllimin məqsədi şagirdlərdə fikrini arqumentlərlə ifadə etmə bacarığı formalaşdırmalıdır. Çünki bu nitq inkişafında vacibdir. Bəli, bizim nitqimizdə özümüzü ifadə eləməyimiz, dəyərləndirmə etməyimiz vacibdir. Ona görə üst düzgündür. 4-ə baxaq. Müəllimin fəaliyyətinin məqsədini əvvəlcədən elan etməsi şagirdlərin fəaliyyətinin məqsədyönlü olmasına xidmət eləyir. Deyir ki, burada müəllim əgər öz fəaliyyətini şagirdlərə əvvəlcədən elan etsə, şagirdlərin fəaliyyəti burada məqsədyönlü olacaqdır. Xeyr. Axı, bax, qulaq asın. Müəllim burada şagirdlərə əvvəlcə bunu bildirməsi, şagirdlərin fəaliyyətinin məqsədyönlü olmasına yox, şagirdlərin artıq hansı ki meyarı bilib, nəyi necə edəcəklərinin yaxşı olmasına xidmət edir. Yəni, artıq bu uşaq burada öz fikrini cəmləyir, bilir ki, nəyi əldə eləməlidir, bilir ki, nəyi hansı işi görməlidir. Aydındır, məqsədyönlü olmasına yox, şagirdin fəaliyyətinin məqsədyönlü olsun deyiləmir müəllim bunu şagirdə. Müəllim bunu uşağa ona görə demir ki, qoy mən uşağa bunu deyim, uşaqlar burada öz məqsədlərini, nə bilim, bilsinlər. Yox. Müəllim uşaq ona görə bunu deyir ki, qoy şagirdlər bundan xəbərdar olsunlar və şagirdlər öz öhdələrinə düşən işləri yaxşı yerinə yetirsinlər. Və yaxud da şagirdlər burada tənqidi təfəkkürü, dəyərləndirməyin, müzakirəyə qoşulmağın nə qədər vacib olduğunu bilsinlər. Müəllim uşaqlara bunu buna görə deyirdi. Ona görə cavabımız bizim burada B bəndədir. 1-4. Bilirəm, sual biraz sizə çaxnaşma kimi gələ bilər, amma bu bizim ART-nin 2023-cü il suallarındandır. Bax, məhz bu sualımız. Hətta sertifikasiya imtahanına verən müəllimlər üçün yazılmış bir ART suallarındandır. Özdə səhv eləmirəmsə, ingilis dili fənninin olmalıdır. Demək, müəllim bu da şagird yadınızda qalsın ümumiyyətlə. Müəllimin şagirdlərə dərsin məqsədini, fəaliyyətin məqsədini əvvəlcədən bildirməsi şagirdlərin sonda nəyi əldə edəcəklərini bilmələri üçündür. Aydındır? Yoxsa uşaqlar məqsədi bilsinlər deyə deyil. Uşaqlar sonunda nəyə əldə edəcəklər, onu bildirmək üçündür şagirdlərə. Əvvəlcədən uşağın məqsədinin yaxşı olsun deyə deyil. Yəni, müəllim burada düşünmür ki, qoy uşaq məqsədi yaxşı olsun. Yox, müəllim burada düşünür ki, qoy şagirdlər sonda nə əldə edəcəklərini bilsinlər deyə olur. Növbəti sualımıza baxaq. Bu sualımız, bu da nəsə bir səhvlik olub, baxam yenə də. Qlobal istiləşməni düz gedirik, yox, çox getmişəm. Bir araşdırmada eyni dövrə aid 3 müxtəlif şəhərin sənədlərində əhali sayındakı dəyişmə, taxıl ehtiyatlarının fərqli illərdəki səviyyəsi, illik məhsul göstəriciləri, su ehtiyatının mövsümlər üzrə dəyişməsi və ticarət yolunun fəaliyyət günləri ilə bağlı rəqəmlər toplanmışdır. Bir araşdırmadır. Şagirdlər burada 3 müxtəlif şəhər, həmin şəhərdəki əhaliyə sayı 1, hətta ondakı dəyişikliyi, taxıl ehtiyatının illərdə olan fərqi, illik məhsul göstəricisi, su ehtiyatı və su ehtiyatının mövsüm üzrə, hansı ki yaz, payız, qış üzrə dəyişməsi ilə bağlı rəqəmlər toplanmışdı bu hansı ki sənədlərdə. Məlumatlar ayrı-ayrı cədvəllərdə göstərilsə də, hər üç şəhərdə dəyişmələrin eyni tarix aralığında kəskin döndüyü, eyni tarixdə, eyni vaxtda kəskin döndüyü, rəqəmlərin fərqli olmasına baxmayaraq, hamısının eyni istiqamətdə hərəkət etdiyi nəzərə çarpır. Şagird bu cədvəlləri nəzərdən keçirərək məlumatları yanaşı yerləşdirir və son mərhələdə bu rəqəmlərdən istifadə edib şəhərlərin hamısını ortaq bir tendensiya altında toplayır. Baxaq görə indi. Buradakı biliyin növü bizdə hansı bilik növüdür? Baxın, şagird burada bizə nə edir? Şagird burada eyni bir dövrdür.
Eyni bir dövrdən hansı ki, 1900-cü ilə aiddir, nə bilim 2020-ci ildir. Burada üstündə şəhər, tutaq ki, olsun Gəncə, Bakı, Naxçıvan məsəl üçün. Bunlarda əhalinin çay dəyişməsini də, taxıl ehtiyatını da, su ehtiyatını da, bunları hamısını uşaq cədvəl üzrə qruplaşdırır. Qəti qoy mən sizə bunu seçim ki, daha bizə aydın olsun. Çünki qəşəng sualdır. Uşaq belə bunu seçir. Məlumatlar ayrı-ayrı cədvəllərdə göstərilsə də, hər üç şəhərdə dəyişmələrin eyni tarix aralığını kəskin döndüyü. Ta ki, görürsən ki, baxanda hər üç şəhərdə məsəl üçün də indi yanvar ayında belə bir şey eyni fərqli olmuşdu. Görür ki, hə, yanvar ayında bir fərqli olub. Həm taxıl sayında, həm insan sayında, həm tutaq ki, su ehtiyatında və hər üç şəhərdə. Deyir ki, şagird bütün bunları nəzərdən keçirir. Və son mərhələdə bu rəqəmlərdən istifadə edib şəhərlərin hamısını ortaq bir tendensiya altında toplayır. Uşaq burada artıq neynəmişdi? Bundan istifadə edib nəyəsə bir ortaq tendensiyalarını toplayır. Bu da bizim bilik növümüz hansıdır? Yəni, bu da bizim bilik növümüz olacaqdır. Deməli, bilik növü deyir, ha, bizə diqqətli olmağımız lazımdır. Uşaq burada özü hesablama eləmir. Onsuz da uşağa verilən bir şeydir. Aydındır. Uşaq sadəcə oradakı verilənləri neynir? Ümumiləşdirir. Uşaq burada özü hesablama eləmir. Uşaq burada özü ardıcıllıq qurmur. Uşaq özü birinci bu, ikinci bu demir. Uşaq özü burada nəsə bir tutaq ki, əlindən bir şey qurlaşdırmır. Sadəcə şagird burada yanaşı yerləşilənlərdən bir ortaq tendensiyaya gəlir. Ümumi bir nəticəyə gəlir. Ümumi bir anlayışa gəlir. Bizə də şagird xatırlamaqdır. Deklarativ bilikdə əzbərləyirdi. Prosedural bilikdə hesablama eləyirdi. Dekognitiv bilikdə öz strategiyası, öz üsulu olurdu. Konseptual bilikdə isə nəysə ümumiləşdirirdi, nəysə qruplaşdırırdı, nəysə izah edirdi, nümunə gətirirdi. Bax, burada da uşaq neyniyib? Ümumiləşdirib. Üstündə şəhər haqqında ümumi bir nə göstərici gəlib. Sözdən. Uşaq burada özü qurmayıb, o statistikanı, özü qurmayıb, özü hesablamayıb, özü yazmayıb. Uşaq sadəcə verilib. Uşaq burada veriləni sadəcə neyniyib? Gözdən keçirib, ümumiləşdirib. Aydındır və salam deyir, hə, bu üç şəhərə baxanda bunu görürəm ki, bunların üstündə də Mart ayında belə bir şey olmuşdu, yanvar ayında belə bir şey olmuşdu. Ona görə bizim bu konseptual bilikdən bağlıdır. Konseptual bilikdir. Əgər icraçı mərhələsi desəydi, olardı tətbiq etmək mərhələsi. Amma burada prosedural biliklə heç nə yoxdur. Bilirəm ki, rəqəm görən kimi hamısı elə bilirsiniz ki, prosedural biliyə aiddir. Xeyr, uşaq özü bunu hesaplamayıbdı. Sadəcə uşaq məlumatları yerləşdirir. Aydındır. Desəydi ki, ardıcılı yerləşdirir, deyərdi ki, hə, onda da prosedural bilik. Amma da demək ki, ardıcı yerləşdirir. Bəlkə mən bunu qarşılıq eləmişəm. Nə bilmək olar ki? Ona görə cavabımız prosedural yox, konseptual bilikdir. Növbəti sualımızda. Qlobal istiləşməliyin iqtisadi təsirlərini araşdırmaq üçün müəllim şagirdlərə tədqiqat tapşırığını verir. Müəllim uşağa deyir ki, qlobal istiləşmə və onun təsirlərini aradan qaldırmaq lazımdır. Donay və Səbinə əvvəlcə qlobal istiləşmə, karbon emissiyası və sənaye istehsalının əlaqəsi haqqında elmi və iqtisadi məlumatlar toparlayır. Daha sonra müxtəlif ölkələrdə baş verən bu iqlim dəyişikliklərini, kənd təsərrüfatı, enerji sərfiyyatı və işsizlik səviyyəsinin təsirlərini müqayisəli şəkildə analiz edirlər müqayisəli formada. Analiz nəticələrini diaqram və cədvəllərlə vizuallaşdıraraq təqdim etdilər. Sonda isə iqlim dəyişikliklərinin azaldılması üçün iqtisadi bir təşviq mexanizmləri, strategiyalar üzrə ideyalar irəliyə sürürlər. Burada biz şagirdin həm bilik növünü tapmalıyıq, həm də biz burada təfəkkür növünü tapmalıyıq. Taksonomiya yox, təfəkkür növünü tapmalıyıq. Demək, qlobal istiləşmədir. Şagirdlər bununla bağlı hər hansısa bir özlərinin fikirlərini biləcəklər. Qeyd edeyim ki, bu da bizim adi suallarımızdandır. Öz fikirlərini biləcəklər. Bax, ən sonunda baxanda deyirik ki, şagird burada iqtisadi təşviq mexanizmləri və strategiyalar üzrə ideyalar sürülür. Əgər şagird hər hansısa bir nüansdan bağlı ideya irəli sürürsə, demək bu şagird yeni bir ideya biləcək. Aydındır. Uşaq artıq, bax, bilirsiniz ki, mən demişəm sizə, təfəkkür növlərimiz də olsun, bilik növü də olsun, məntiqi, tənqidi yaradacaq. Bizdə təfəkkür növləri içərimizdə də yaradıcı təfəkkür, hansı ki, tənqididən böyükdür. Yaradıcı təfəkkür məntiqidən böyükdür. Ona görə cümləmizdə tənqid təfəkkür olsa da, nə baş versə də, mən bu da ortada özüm bir ideya irəli sürmüşəm. Uşaq artıq yeni bir ideya deyib ki, bu heç kimdə yoxdur. Aydındır. Ona görə bu bizim burada olacaqdır. Yaradıcı təfəkkürümüz. Cavabımız mütləq yaradıcı təfəkkürdən bağlıdır. Qalanında isə şagird həm də burada neyini yibdir? Bir, hesablama eləyib. Çünki deyir, uşaq diaqram və cədvəl qurub. Aydındır. Nəticələri uşaq diaqram və cədvəl formasında artıq çəkib. Uşaq özü riyazi bir diaqram qurub, cədvəl qurub. Bax, yuxarıda olan sualımızda uşaq özü qurmurdu. Orada veriləndən sadəcə baxırdı, onu anlamağa çalışırdı. O başqa bir şey idi.
Amma bu da uşaq uzu qrup cədvəli. Artıq bu da biz hansı bilik növümüzə aiddir? Prosedural biliyimizə aiddir. Ona görə cavabımız bu da olacaqdır. Deyib bəndə. Prosedural bilik və yaradıcı təfəkkür. Cavabımız ancaq və ancaq deyib bəndinə uyğun gəlir. Baxaq növbəti sualımıza. Görək növbəti sualımız necədir? Aha. Aşağıdakı fikirlərdən deyir hansı yanlışdır? Baxaq görək hansı fikrimiz yanlış fikirlərimizdən biridir. Şagirdlərin fəallığını artırmaq üçün istifadə deyir olunan üsullar sinifin xüsusiyyətlərini yoğunlaşdırmalıdır. Yəni deyir ki, biz şagirdlər üçün hər hansı bir üsuldan istifadə ediriksə, həmin üsul deyir sinifin fəaliyyətinə yoğun olmalıdır. Sizcə bu düzgündür yoxsa yox? Mən dərs keçirəm sinifdə və mən şagirdlərin fəallığını artırmaq istəyirəm, aktivləşdirmək istəyirəm, uşaqları cəlb etmək istəyirəm. Ona görə də bəli, quracağım iş üsulunu şagirdlərin xüsusiyyətlərinə də yoğun qurmalıyam. Hətta mən bu quracağım bu iş üsulunu şagirdlərin öyrənmə tərzinə yoğun qura bilərəm. Hətta mən bunu mövzuya da yoğun qura bilərəm. Yəni mövzu da ola bilər, sinifin xüsusiyyəti də ola bilər, şagirdlər də yoğun, şagirdlərin səviyyəsində yoğun ola bilər. Hər üç formada mən burada iş üsulundan istifadə edə bilərəm. Ona görə birimiz düzgündür kimi mənə gəlir. Bir dənə də baxım. Sinifin xüsusiyyətlərinə yoğunlaşdırmalıdır. İkiyə baxaq. Müəllimin istifadə etdiyi metodlar onun özünü daha rahat hiss etdiyi yanaşmalara əsaslanmalıdır. Müəllim deyir sinifdə o metoddan istifadə eləməlidir ki, orada müəllim özünü daha rahat hiss eləsin. Bu da yanlışdır. Dərsi müəllim dedi, yaxud ki, müəllim özü üçün qurmur. Dərsi müəllim şagirdləri fəallaşdırmaq üçün mövzuya yoğun qura bilər, şagirdlərin marağına yoğun qura bilər, şagirdlərin nə bilim səviyyəsini yoğun qura bilər, şagirdlərin sayını yoğun qura bilər. Aydındır? Tutaq mən görürəm ki, tutaq ki, sinifdə mən burada şagird sayına yoğun qrup işindən istifadə edə bilərəm. Bəli, mən dərsi ona yoğun qururam. Uşağın marağını yoğun qururam. Mövzuya yoğun qururam ən çox. Əsas da mövzuya yoğun qururam. Birimiz düzdür, ikimiz yanlışdır. Üçdə, fərdi yanaşma tələb edən siniflərdə eyni metoddan ardıcıl istifadə bəzən ətəsi ola bilər. Bəli, fərdi sinifdir. Ancaq mən burada fərdi dərsdən keçsəm, bəli, o artıq ətəsi ola bilər. Üst düzgündür. 4-də müxtəlif tədris metodlarını dəyişkən formada tətbiq etmək müəllimin peşəkarlığının göstəricisidir. Bəli, müəllim tədris metodlarını dəyişkən keçirsə, yəni hər dəfə fərqli üsulun istifadə edirsə, bu peşəkar müəllimə aiddir, düzgündür. Dərs zamanı istifadə olunan metodların məqsəd və məzmunu yoğunluğu tədrisin effektivliyini artırır. Bəli, mən dərsdə istifadə etdiyim iş üsulu dərsin məqsədinə və məzmununa uyğun olmalıdır. 5-imiz də düzgündür. Cavabımızda bir dənə olacaqdır bizim burada yanlışımız ikimiz. Cavabı olacaqdır Y bəndi. Biologiya dərsində Asim müəllim şəkərin təsnifatını izah edir. Müəllim şagirdlərə şəkərin təsnifatı barədə izah veribdir. Və uşaqlara belə bir sual verir. Əgər bir qida məhsulu bir qida məhsulu verilsə və onun molekul quruluşuna baxsam, mən qidanın mono, di və ya polisaxarid olduğunu necə müəyyən edə bilərəm? Müəllim uşağa bu sualı verib. Şagird də indi müəllimə neyinir? Qayıdıb uşaq da indi müəllimə öz fikrini bildirir. Uşaq da müəllimə öz fikrini bildirir və deyir ki, müəllim, əgər bizə deyir ki, uşaq, əgər bizə onun kimyəvi quruluşu və enerji dəyəri məlumdursa, onu müvafiq qrupa daxil etmək çətin deyil. Çünki hər bir şəkər tipi üçün müəyyən ölçü miqdarı və formalar mövcuddur. Müəllimlər, şagird bizə burada induktiv düşünməlidir. Çünki uşaq burada nə edibdir? Deyir, uşaq şəkərin, hansı ki, bir şəkərin quruluşundan gedibdir, bütün şəkər tipləri üçün olan ümumi bir qaydaya. Uşaq deyir ki, ümumi qayda müəllim budur ki, bütün şəkər tiplərinin hər bir şəkər tipinin deyil, özünün müəyyən miqdarı və forması mövcuddur. Ona görə şagird bizə burada nə edibdir? Gedib bir şəkər tipinə. Üzr istəyirəm, bayaq sözümdə bir səhvlik oldu. Şagird burada yəni deyir ki, müəllimə, müəllim, hər bir şəkərin özünün müəyyən bir meyarı var. Aydındır? Mən sanki burada ümumi şəkərlərdən, hansı ki, mono, di, polisaxaridlər, şəkərlər ən çox disaxaridlərə aiddir. Mən burada ümumi onların qaydasından getmişəm bir dənə şəkərin tipinə. Düzdür, mən burada bir ad verməsəm də, mən burada ümumiyyətlə yəni deyirəm ki, hər birinin özünün formulu var. Ad verməmişəm, amma getmişəm mən burada bir dənə nüansa ki,
Onun özünün forması var. Aydındır. Sanki mən ümumi nüansdan xüsusi hər hansı bir şəkərə aid bir dənə nüans demişəm. Aydındır. Bu da bizim deduktiv düşünməmizə aiddir. Cavabımız bu da deyəcəksiniz ki, mənim yoxdur. Bu da mən düşünürəm ki, divergenti mən deduktiv yazmaq istəmişəm deyə. Bu da bizim kiçik bir səhvliyimiz olub. Cavabımız elə sevbəndir və deduktiv düşünməyə aiddir. Yenə vurğulayıram. Niyə? Çünki şagird ümumi, mono, di və polisaxaridlərə aid olan qaydadan getdiyi hansı yolun içərisində şəkərlər də var idi, nə bilim, selluloza da var, indi müəyyən bir qarışıqlığı da aiddir. Ən çox bunu kimyələr daha yaxşı bilər. Müəyyən bir maddələrdir. Mən buradan getmişəm bir dənə şəkər tipinə. Aydındırmı? Müəllim uşağa deyir ki, bunun mono, di və polisaxarid olduğunu bilə bilərsən. Mən o qədər müharibəyə getmişəm. Bir dənə şəkərin tərif deməkdə onun xüsusi bir nüansına. Hə, buna görə həm deyir ki, hər bir şəkər tipi üçün, həm mən burada bir nüansa getmişəm də, tipinə, bir şəkər tipinə getmişəm. Ona görə bizə cavabımız olacaq deduktiv düşünmə, o da divergentini mən dəyişəcəm. O da bizə deduktiv iddiasında demək istəmişəm. Cavabımız ona görə olacaq sevbəndi. Sadəcə mən bunu yeniləməmişəm deyə bizə bu formada görsənir. Gönüllülər fotosintezin necə baş verdiyini izah eləyir, işıq enerjisinin xlorofildə necə çevrildiyini şərh edir. Bu fəaliyyəti idrak taksonomiyasının hansı mərhələsinə, eyni zamanda biliyin və təfəkkürün hansı növünə uyğundur? Şagird fotosintezin necə olduğunu, işıq enerjisinin deməli elektrik enerjisinə çevrildiyini deyir. Bu da şagird bizdə xlorofil çevrildiyini üzr istəyirəm. Necəlik deyir. Necəlik varsa bizdə hər hansı bir uşaq reaksiyasına ardıcıl deyəcəksə, bu bizim 100% ki, prosedural biliyimizə aiddir. Bu da var bizim prosedural biliyimiz. Həm də bu da uşaq neyiniyibdi bizə? Şagird bu da bizə neysə izah eləyir. Şagird bu da neysə bizə deyir ki, hə, bu formada olur. Ona görə prosedural bilik varsa burada. Həm də bu uyğun gələcək bizim idrarçı mərhələlərindən. Anlamaq mərhələsinə. İdrakçı anlamaqdır. İdrakçı çünki anlayıb uşağını izah edir, düzdürmü? Şərh edir deyil. Necə sevdiyini şərh edir. İdrakda anlamaqdır. Biliyin növü prosedural bilikdir. Təfəkkürün növü kimi isə məntiqi təfəkkürdür də, hansı ki, uşaq burada bir reaksiyanı tamamlayır. Reaksiya necə olduğunu deyir. Uşaq bunu anlayır deyir. Uşaq burada prosedural bilik, necəlik deyir ki, ardıcıl, birinci bu olur, ikinci bu olur, üçüncü bu olur. Üçüncüsü isə uşaq burada yenə təfəkkür növümüzdə tənqid ola bilməz ki, öz sözündən tutaq ki, kiməsə nəsə sübut eləyir, bu yoxdur, öz sözündən fikir bildirmək yoxdur, şagirdin yaradıcılığı yoxdur. Riyaziyyat aidində hesablamadır, məntiqdir. Aydındır, məntiqi təfəkkürdür. Anlamaq, prosedural bilik və məntiqi təfəkkür. Cavabımız olacaqdır, şeybəndi. Axırıncı sualımızdayıq. Bu sualda isə deyir ki, Həsən iqtisadi böhranın səbəbli və nəticə əlaqələrini müqayisə edərək hansı amillərin daha həlledici olduğuna öz mövqeyini bildirir. Həsən deyir ki, hansı amillər daha həlledicidir? Aydın iqtisadi böhrana bağlı. Bu sualımızda bizdən idrarçı mərhələlərini istəyir. Yadınızda qalsın. İdrarçı mərhələlərini bizdə burada uşaq hansı daha həlledici, hansının daha həlledici olduğunu deyiriksə, bilin içərisində bili seçmək var. Bu da bizim bilirsiniz ki, mərhələlər xatırlamaq, anlamaq, tətbiq, təhlil, dəyərləndirmə. Uşaq verilən içərisindən daha həlledicini seçirsə, bu bizim təhlilimizə aiddir. Amma Danla deyir ki, öz mövqeyini bildirir. Həm də uşaq burada öz fikrini bildirəcək. Həm də burada dəyərləndirmək var. Bir mərhələdə həm təhlil, həm dəyərləndirmək varsa, biz burada artıq ən böyük bir nə dəyərləndirməyi götürürük. Artıq təhlil kiçik olduğu üçün o qalır arxa planda. Artıq dəyərləndirmək bu onu göstərir ki, dəyərləndirirsə uşaq bu uşaqda xatırlamaq da var, anlamaq da var, tətbiq də var, təhlil də var və indi dəyərləndirmək də bu uşaq. Yəni artıq onsuz da dəyərləndirmək öz içərisində digər dördünü də birləşdirir. Ən böyük olan yerdə daha kiçik kimdir ki, ona görə burada olacaq dəyərləndirmək. Və yenə uşaq burada öz sözündən nəsə izah edir. Başa düşür, başa düşürsə, yəni uşaq burada izah verir. Öz strategiyasını demir, öz üsulunu demir. Bizə deyək ki, kognitiv bilikdir. Sadəcə şagird burada izah verir ki, iqtisadi böhran səbəbləri bunlardır. Bu da bizim təbii ki, konseptual biliyimizə aiddir. Cavabımız ona görə olacaqdır, D bəndi. Bir də bizim burada bir növ sualımız qalıb yuxarıda. Mən bayaq fərqinə vardım ki, məsələn o sual deməmişəm və çox gözəl suallarımızdan biridir. Baxaq bu suala. Deyir ki, qrup çox gözəl sualdır özü də. Qrup işi zamanı bəzi şagirdlər fəal iştirak edirlər. Bəzi şagirdlər isə passiv qalırlar və məsuliyyəti öz üzərlərinə götürmürlər. Müəllim əməkdaşlıq bacarıqlarının zəif formalaşdığını görür. Bu problemi həll etmək üçün hansı addım daha məqsədə uyğundur? Müəllim görür ki, uşaqların əməkdaşlığı yoxdur. Aydındır. Yüzeyində hansı daha məqsədə uyğundur? A-da qiymətləndirmə meyarını və qrup qaydalarını şagirdlərlə birlikdə müəyyənləşdirmək. Bəli, müəllim şagirdlərlə birlikdə olaraq qayda qanun qoyur ki, neyini yaşayır?
Biz bunlardan kənara çıxmayaq. Hamı öz işini yerinə getirsin lazımınca. A bəndi düzgündür. Hər zaman şagirdlərə qrup daxilində konkret rol, məsuliyyət vermək və nəzarət etmək. Bəli, müəllim hamının özünün işini özü bölüşdürsə, hamı özünə məsuliyyət versə, hamı öz işini bilər və onu yerinə yetirər. Düzgündür. C. Pasiv şagirdləri uzaqlaşdırmaq ən yanlış addımdır. Elə C bəndini gördüksə, səhvdir mütləq. D də qrup işinin sonunda əvvəlcədən müəyyənləşdirilmiş qaydalar və meyarlar əsasında qiymətləndirmək. Bəli, mən qrup işini əvvəlcədən verdiyim qaydaya uyğun müəyyənləşdirirəm ki, bax mən sizə qayda qoymuşam başda. Bir ona kömək eləyib. Ona görə cavabımız D bəndidir. Qrup işini tamamilə ləğv edib fərdi tapşırığa keçmək. Ə bəndimiz də yanlışdır. Cavabımız A, B və D idi. O da olacaq bizim A bəndimiz. Qəşəng suallarımızdan biri idi. Belə müəllimlər, bu gün sizdən sınağımızın izahını verirdim. Növbəti bütün suallarımızın hamısının izahı əlinizdə olacaq.